Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Sünen-i Tirmizi'de gelen sahih hadiste Muhammed sallallahu aleyhi ve sellem buyurur: La tequmus sa'atu hatta yekune es'aden nasi bid dünya Luka ibn Luka. Kıyamet günü gelmeyecek ta yeryüzünde en xoşbəxt insan alçağın oğlu alçaq olmadıkça. Bazı Luka ibn Luka sözünün mənasında bəzi elm əhli deyir ki, ucuzun oğlu ucuz olmadıkça, bəzilərində də kimdən olduğu bilinməyənin uşağı olmadıkça, bəzilərində isə belə təfsir olunur ki, dəyərsiz və qiymətsizlər yeryüzündə ən xoşbəxt insan olmadıkça. Möhtərəm dinləyicilər, gəlin indi baxın Rasulullah sallallahu aleyhi ve sellemin bu hədisine və bir də sosial medyaya, TikTok olsun, Instagram olsun, Facebook olsun, başka sosyal şebekelerin kolları olsun. Orada milyonların sevgilisi olanlara, milyonların takibine malik olanların hallarına bakın. Resulullah sallallahu aleyhi ve sellem hadisinin ne kadar da gerçekleştiğini göreceksiniz. Allah azze ve celle bizleri her zaman şerefli eləsin, Müslüman olarak yaşatsın, Müslüman olarak canımızı almağa nasip eylesin. Esselamu Aleyküm ve Rahmetullah.